Şuşa ildən ilə daha da gözəlləşir. 21 iyun tarixli gündəm xəbərinin efirində bir xəbəri diqqətinizə çatdıracağıq. Belə ki, az öncə qeyd etdiyimiz kimi Şuşanın ildən ilə daha da gözəlləşməsi barədə fikirləri reportun Şuşadakı müxbirinə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov deyib. O bildirib ki, ötən il Şuşanı ziyarət edib və tikinti işlərinin miqyasından heyrətə gəlmişdi. Şəhər mənzərəli idi, indi daha da gözəlləşib. Diplomat tikinti işlərinin sürəti ilə bağlı heyranlığını da ifadə eləyib. Sakinlərin sayı getdikcə artır. Şəhərdə çox sayda turist var. Çünki Şuşa səfər üçün cəlbedici bir yerdir, deyə diplomat bildirib. Qeyd eləyək ki, səfir hər kəsə Şuşaya səfər eləməyi tövsiyə eləyib. Qeyd eləyək ki, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov 2023-cü ilin iyun ayında Azərbaycana səfir təyin edilib.